Salam, necəsiz əziz xanımlar? Bir dənə tac paylaşmışdım, bandana paylaşmışdım. Bandananı demək olar hər kəs bəyənib, çox bəyəni gəlib, hətta kəşfətə düşmüşdü. Xanımlar çoxu soruşurdu ki, bunu necə keçirtmisən ona? Yəni, teli necə keçirtmişəm bandanaya? Mən sizə onu çəkirəm ki, necə eləyirlər. Mən bandananı toxumuşam, hazırdır. Mən sadəcə sizə bunu necə bura keçirtmək lazımdır, onu göstərəcəm. Buranı bitirəndən sonra, yəni ölçünü tamamladıqdan, hər kəsində uşaq böyük ölçüsü fərqlidir. İndi kim hansı ölçüyə toxuyacaq? Mən uşaq üçün toxumuşam. Balaca uşaq üçün toxumuşam. Toxuyub bitirəndən sonra, ölçülər tamamlanandan sonra keçirik teli taxmaq üçün. Bunu bizim dildə bilməm nə deyirlər. Bizim dildə abadok, nə bilim, deyirlər, buna bilmirəm. Obşim. Burada qutarandan sonra, toxuyub qutarandan sonra bir dənə sıx iynə toxuyuruq. Sıx iynə ilə. Mən bunu sıx iynə ilə gedəcəm. Buranı 3 sıra, üstündən 3 sıra sıx iynə gedəcəm. 3 sıra sıx iynə toxuyacam. Bir dənə zincir çəkirəm, qalxıram yuxarı. Bu üstündəki zincirlərim, bu toxuduğumun üstündəki zincirlərdən batıram. Hər zincirdən bir dənə sıx iynə toxuyacam. Hərəsinin içinə bir dənə sıx iynə. Hər zincirin içinə bir dənə sıx iynə toxuyuram. Bu 3 sıra sıx iynə toxuyacam. 3 sıra. Hər zəncirin üstünə 3 sıra sıx iynə toxuyacam. Mən üstü pullu iplərlə toxumuşam. Sadəsi ilə də toxuya bilərsiniz. Yəni istədiyiniz iplə toxuya bilərsiniz. Mən bu iplərdən istifadə etmişəm. Siz də istədiyiniz iplərdən istifadə edə bilərsiniz. Təbii ki, yaya aid koton iplərdən istifadə edə bilərsiniz. Ən çox bilirsiniz hansı iplə daha qəşəng görsənir? Cinslə. Cins iplə daha gözəl görsənir, sadə görsənir, mükəmməl görsənir. Yəni hansı iplə istəsiniz toxuya bilərsiniz. Mən indi bunu başa çatım. Yəni obşi sıx iynə ilə görürsünüz, sıx iynə ilə. Bunların hər zəncirin başına bir dənə sıx iynə batırıb axıra qədər gələcəm. Axıra qədər sıx iynə toxuyacam, təzədən geri qayıdacam. 3 sıra sıx iynə toxuyacam, ondan sonra birləşdirməni göstərəcəm. Sizi çox bezdirmək istəmirəm. Ona görə biraz tez-tez toxuyuram. Yəni toxuya bilən, bacara bilənlər sıx iynə zaten toxuya bilirlər. Özləri də bilirlər ki, məsəl nətər toxunur. Amma heç bacarmayanlar üçün, əgər istəsələr, yəni başdan, sıfırdan toxuyacam. İnşallah sıfırdan toxuyacam. Bu bir dənəsini prosto tələsirəm. Müştəriyə çatdırmalıyam sifarişi. Ona görə. Bunu indi hal-hazırda toxuyuram. Biraz tələsiydi. Amma video çəkirəm ki, xanımlar çünki çoxdan da gözləyirlər ki, mən onun videosunu çəkim. Başa düşməyən xanımlar var ki, onu necə ora keçirtmişsən, nə cür eləmişsən. Onlar üçün çəkirəm bu videonu. YouTube kanalımda da paylaşacağım, TikTok səhifəmdə də, Instagram səhifəsində də paylaşacağım inşallah. Baxarsınız. Çalışıb YouTube'dan baxarsınız, çünki TikTok'da və yaxud da ki Instagram'da qısa versiyası olur. Orada bilməyəcəksiniz. Mən sona qədər sıx iynə toxuyub gəlirəm. Yaxşı. Sona çatdım. İndi geri dönürəm. İkinci sıra. İkinci sıx iynə. İkinci sıranın sıx iynə. Dönürəm geri. Bir dənə zincir çəkirəm. Geri dönürəm. Dibindən, yenə də dibindən batıram. Eyni qayda ilə sıx iynələrimi eləyirəm.
İkinci sıradaymışıq. Kimin əli sıxdır, kimin əli boşdur, ölçülərlə çalışın. Əli boş olanlar ölçülərlə işləsin. Əli sıx, əli boş olan xanımlar. Məndə bura 37 santimdir. Üstü. Aşağısı isə, bu aşağı hissəsi isə bu 34'dür. Səfərimiz metrəm yanımda dur, bir dəqiqə onu görə çəkə bilmirəm. Yəni ölçü ilə çalışın ki, ölçü ilə işləyin. Çünki birinin əli sıxdır, birinin əli boşdur, birinin ipi qalındır, birinin ipi nazikdir. Ona görə fərqli görsənir. Məsələn, mən 3 ilə işləyirəm. Mənim milçim 3'dür. Türkçə t deyir, biz milçi deyirik. Hələ bir söz deyir. Yəni mənim işlədiyim milçi 3 nömrədir. 3 nömrədir. Siz məsəl üçün ola bilsin ki 3 yarımla işləyirsiniz. Ola bilsin ki 2 yarımla işləyirsiniz. Yəni ona görə ipin nazikliyinə, qalınlığına görə həmişə ölçü ilə eləyin. Ölçü ilə eləyəndə tam dəqiq, əsas odur ki tam səliqəli çıxır. Yəni belə götürüb belə deyim də göz qərarı eləyəndə yaxşı çıxmır. Çalışın ki ölçü ilə. Ölçü ilə işləyəndə həmişə çox səliqəli çıxır iş. Yəni çalışdığınız qədər metri ilə işləyin. Yəni metrəsiz işlətməyin. Yəni ölçü, əsas ölçü. İkinci sıx ilə də gedirəm. Çatım o başa. Yəni üçüncü sıradan sonra geri dönüb sizə necə lazımdır, tikmək lazımdır onu göstərəcəm. Sizə lazım olan bir ədəd iğne olacaq. Mən ətəyinə çiçəklər edəcəm. Yəni bandanamın qıraqlarından çiçək toxuyacağam, güllər toxuyacağam. Ona görə sizə lazım olan iplər bunlar. Əgər ki mənim toxuduğum kimi çiçəkli toxuyacaqsınızsa, sizə də bunlar lazım olacaq. Yox, sadə toxuyacaqsınızsa, belə qalacaqsa, bunlara ehtiyac yoxdur. Və sona çatdıq. Gördüyünüz kimi 3 sıx ilə toxudum. 3 sıx ilə toxuyandan sonra ipimizi kəsirik. Biraz uzun saxlayırıq tikməkdən sonra. İpimizi kəsirik. Mən həmişəki kimi əlimlə istifadə edirəm, qayçıdan istifadə edirəm. Və iğnəmizi saplayırıq. Üzürü sayın. Buram bağlanmış, keçmişim bura. Mənim ipim şey olduğuna görə, bir seri ip olduğuna görə biraz dolaşır. Buradan zincir çəkib. Zinciri biraz böyük qoyuram ki, ipimiz rahat. Görürsünüz, ilişir, dolaşır, adama səbəşir. Belə, indi mən sizə bunun əsas yerini göstərmək istəyirəm. İğne ilə tikək, tacımızı keçirdək. Uşaqlara balaca minnoş bebelərə çox qəşəng və rahatdır. İplə bağlayanda istər-istəməz uşaqlar narahat olur və yaxud açılır, düşür, edir, nə bilim nə o yan bir yan olur. Amma bununla qətiyyən elə olmur. Təbii ki, bunu iğnəyə salmaq da çox çətindir. Bir seri olması da bir şeydir. İğnemizi sapladık. Hemen tarafına bir içine içeriye doğru. Aslında ben həmişə bu toxuduğumu, həmişə iç tərəfi mənə daha səliqəli gəlir. Çöl tərəf mənə nəsə kobud gəlir də. Həmişə nə toxuyuram, toxuyum fərqi yoxdur. İç
içini daha çox bəyənirəm, elə deyim. İndi görürsüz. Mən də bunun tikirəm. Bu gördüyünüz var ya, bu üçlülər. Bax, hər trabzonun ortada görürsüz, başındakı zəncirlərə batıb tikəcəm. Görürsüz. Bax, hər zəncirə batıb tikəcəm. Gördünüz. Mən də əsas buranın tacın çıxmaması üçün birinci buranı tikirəm. Yəni tacın burası çölə çıxmasın deyə birinci bu hissəsini tikirəm. Ayda bundan tikmək olmayacaq. Bundan çətin tikiləcək. Bunlara görə. Bəlkə sadə iplə tikək. Çünki bundan tikə bilməyəcək. Tikə bilməyəcəm bunu. Sadə bir iplə tikək. Çünki bundan tikmək olmayacaq. Bundan alınmayacaq. Sadə bir iplə gətirim tikim. Gəldim. Deyəsiniz ki, ipi dəyişdim. Yox, ipi dəyişmədim. İpin zərrələrini qırdım, tökdüm yerə. Eyni rəngi tapa bilmədim deyə. Ona görə içindəki bir şeyləri çıxartdım. Bunu bura qatdalayırıq belə. Birinci bu hissəsini tikirik ki, bandananın dəmiri buradan çıxmasın. Buranı bərkidin ki, bandananın, dəmirin, telin bu ucu çıxmasın. Yoxsa çölə çıxacaq bandanadan. Buranı səliqəli şəkildə tikin. Tikəndən dərhal sonra buranı tikdik. Mən sizə buranı necə tikəcəyimi göstərim. Hər zəncirə başına batacaq. Baxın. Görürsünüz. Baxın, hər trabzonun başına batırıb zəncirimizə batıracaq. Bu qədər sadədir. Giderik. Hər trabzonun başına batırıb keçirdəcəksiniz. Yəni bu qədər sadə bir şeydir. Yəni çətin bir şey deyil. Hər trabzon və buradan hər trabzonun başından keçirdib zəncirləri tikirik. Bunu hiç görməmişsən ki. Həmisi sadədir. Beləcə siz bir-bir tikirsiniz. Yəni buradan zəncirlərin başından çıxarırsınız, tikirsiniz bura. Yəni bir çətin bir şey deyil də bu. Bunu hazırlamaq. Çox xanım soruşurdu. Mən də onun üçün onları maarifləndirmək üçün çəkirəm bu videonu. Görürsünüz. Bilməm video nətər alınacaq. Mən şəkildə videoda çəkə bilmirəm. Ona görə heç vaxt mən yəni belə durum öz əl işlərimi rahatlıqla çəkib paylaşa bilmirəm. Çox xanım soruşur ki, bəs niyə öz əl işləri paylaşmırsan, məsəl üçün şey eləmirsən, videoları çəkmirsən, şəkilləri çəkmirsən? Mən çəkiliş bacarmam. Yəni mən çəkilişi bacarmam, qətiyyən bacarmam, çəkiliş eləyə bilmirəm. Ona görə yəni səliqəsiz olur çəkdiyim şəkillər, videolar. Bilməm, mən heç mənim başım çıxmır da. Ona görə heç vaxt da şəkil video çəkmirəm. Çalışdığım qədər çəkmirəm. Müştəri istəyən vaxtda məcbur qalıb çəkirəm, amma istəməyəndə yəni çəkmirəm. Çünki gərək bacarasan, video şəkildə bunları bacarasan. Bacarmazsan, yaxşı alınmayanda yəni o şeyi atırsan müştəri, şəkil çəkib atırsan müştəri deyir, bu nədir? Nə gündədir bu? Amma gəlib yaxından canlı baxanda deyir, bəs bu şəkildə belə görsənirdi, canlı belə görsənirdi. Deyirəm ki, mən şəkil çəkməyə bacarmıram.
Yəni gərək şəkli qəşəng çəkəsən ki, keyfiyyətli düşsün əl işində. Onu mən bacarmıram. Qətiyyən bacarmıram. Gördüyünüz kimi baxın beləncik. Tikəcəksiniz. Sonra da dəmir keçirdəcəksiniz. Mən də siz yəni bilmirəm deyənlər üçün baxın. Görürsünüz hər zincirin başından keçirdirəm. Buradakı ilmələrdən keçirdib tikirəm. Buradakı ilmələri görürsünüz də yəqin ki. Gördüyünüz kimi buradan keçirdirəm, zəncirimin içindən batıram, tikirəm. Yəni çox sadə bir texnikadır, yəni bir şeydir. Taktikadır bu. Yəni çox rahat bir şeydir. Toxuyan xanımlar üçün yəni çətinliyi olmayacaq. Mən buranı yavaş-yavaş sizə görə tikirəm. Yəni başa düşəsiniz, görəsiniz deyə. Gördüyünüz kimi baxın beləncə. Bir sadə bir şeydir. Yəni bu çətin bir şey deyil. Sadəcə beləncə tikirsiniz. Yəqin ki, bura qədər tikmişəm. Xanımların bəziləri başa düşdü. Başa düşməyən də olsa, çətinlik çəkən də olsa yaza bilərsiniz. Yorumlarda yaza bilərsiniz. Geri dönüş edib mütləq köməklik göstərəcəm. Öyrənmək istəyən xanımlar YouTube kanalıma keçib YouTube kanalına izləyib öyrənə bilər. YouTube kanalımın adı Toxuma Dünyasıdır. Çox sağ olun, minnətdaram xanımlar. Mən indi gedim axıra qədər izləmədə qalın, axıra çatım. Sonra geri gəlim. Necə keçirdiyimi də göstərim sizə. Mən sona çatıb geri gəlirəm. Mən sona çatıram. Görürsünüz, bu formada tikilirəm. Gördüyünüz kimi eyni texniklə gedirəm sona kimi. Və sona çatırıq.
Ay, götürdüm buranı da düşdüm. Çalışdım. Bura açıq qalır. Bunu salırıq. Ondan sonra gördüyünüz kimi bu formada. Məndə bir seridir ip, ona görə çox çətin keçirdirəm. Amma sadə iplərdə belə olmur da, yəni rahatlıqla keçir. Siz də bir seri ipdən işlətsiniz. Yəni biraz çətin keçir, səbirlə gərək keçir desən. Taxıyıb baha satırsınız deyirlər. Mənə o çatmırdı. O söhbət mənə heç çatmır. O qədər əziyyətlidir ki, yəni həqiqətən çox əziyyətlidir. Yəni baxın, insan nə qədər əziyyət çəkir. Bir dənə məsəl üçün adi dəmir bura yerləşdirənə kimi bizim daha canımız çıxır burada. Məsələn, mən bu müştəri bu ipdən istəyib. Sadə ipdən olanda daha biraz rahat olur da, baxma. Amma məsələn, bu çətinliyinə mən bura keçirdirəm. Düzdür. Amma siz o çətinliyi görmürsünüz ki. Mən görürəm o çətinliyi. Bunu işləyən bilir ki, məsəl üçün nə çətinliyi, əziyyət çəkir bunu hazırlayan. Aha. Nəhayət taxa bildik. Və sonuna gəlib ucunu tükürük. Hər işin öz əziyyəti var. Gərək işə dəyər verəsən. Bir də ki, gəlib alanlardan xahiş edirəm də, yəni müştərilərdən. Yəni neysə bahadır deməyim. Bunun əziyyəti, bunun ipi, gedib mağazadan siz hazırını alırsınız. Mağazadan hazırı ilə əldə hazırlananı heç vaxt bir tutmuyor. Çünki əllə hazırlanan əziyyəti var. Mağazada aldığınızın maşınkalarla hazırlanır, hazırı gəlir, tökülür. Məsəl üçün Kitaydan, belə deyim də, Kitayda mən önür baxıram ki, çantalar hazırlanır. Çantalar maşınkalarına toxudular, yığdılar, tökürlər, tikirlər. Hazır, yəni hazırdır da, hazır. Heç bir əziyyət deməyim, ondan da əziyyət olur. Yəni o maşınkaları işlətmək də əziyyətdir, amma yəni ki, orada ip heç neçəyədir. Biz bunun ipi alırıq, məsəl üçün 2.50, 2.80, məsələn 3 manata. Düzdür? 3 manata mən bu ipi alıram. Bu dəmiri alıram. 1 manat deyə bu dəmiri alıram. 3 manata bunu alıram. 4 manat. Getdi mi? Mən bunun bir dənə ip işlətmirəm ki. Mən məsəl üçün 2 dənə ip işlədirəm. Mən bunun dəyərini 5 manatda öz əl haqqımı qoyuram.
Mən bunu baha satmıram çünki mən maksimum bunu 10-15 manat arası satıram. Mən onu sizə götürüb 50 manat, 100 manat qoyub satmıram. Ya onu gəlib elə də şişirdərək müştərilər deyir ki, ay çox baha satırsınız, nədir? Ay balam eləmə. Ya bu baha deyil. Bunun əziyyəti heç o qiymətə deyil. Hay canım. Hə yaxşı verirəm. Deyəm amma bunu qutarsın dururum. Yəni gördüyünüz kimi əziyyətsiz iş yoxdur. İpləri burada itirirəm. İşim qutardı. Mən ipimi itirməyə çalışıram burada. Burada ipimi itireyim. Все. Bu kadar. Ben ne? Bıçağın kesmem. Ve aziz hanımlar, bu da bizim bandanamız. Kalıp burada iplerimizi itirmek. Onları da itirelim. Mən ipləri ucunu çox kəsmirəm. Çalışdığım qədər qalan ipləri itirməyə çalışıram. Çünki bilmirəm niyə ip itirəndə daha yaxşı olduğunu hesab edirəm. Sapları oradan açı tökmüşsən, divan üstə. Töktüm kolga. Daha böyük xanımlar üçün toxumaq olar. Yəni mən uşaq üçün toxumuşam. İndi siz böyük xanımlar üçün və yaxud da ki özünüz üçün kim indi necə istəyir ürəyi ilə toxuya bilər. Mən körpə uşaq üçün toxumuşam. Beləcə minnoş xanımlar üçün. Bu qədər. Mən də bunun qırağına çiçək toxuyacağım. Çiçəkli olacaq. Siz də necə istəsiniz dekor edə bilərsiniz. İstəsiniz sadə qala bilər, istəsiniz çiçək toxuya bilərsiniz. Və yaxud da ki başqa bir şey edə bilərsiniz. İstənilən bəzək toxuya bilərsiniz. Mən qədər çox sağ olun.